Salam, hər vaxtınız xeyir olsun. Bu videoda dünyanın iqlim qurşaqları və yayıldığı ərazilər haqqında məlumat verəcəm. İqlim nədir? Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlama rejiminə iqlim deyilir. İqlim göstəriciləri qısa müddət ərzində dəyişmir. Uzun müddət ərzində, yəni min illərlə sonra dəyişə bilər. Yəni hər hansı ərazidə qısa müddət ərzində iqlim hadisəsi dəyişə bilməz. İqlim yaradan əsas amillər var. Əsas amillər nələrə götürülür? Coğrafi enlik, hava axınları, səth örtüyü. Coğrafi enlik bildik ki, günəşin düşmə bucağı ekvatordan qütblərə doğru azaldığı üçün burada ekvatordan qütblərə doğru da yer səthi istiliyi müxtəlif dərəcədə alır. Bu səbəbdən də coğrafi enlik əsas məsələlərdən biridir. Hava axınları, hava kütlələri havanın iki cür hərəkəti var: şaquli və üfüqi. Şaquli hərəkət düzənlikdən dağlığa qalxardan baş verir. Üfüqi hərəkət isə biz bilirik ki, daimi küləklərimiz var. Passatlar, qütb küləkləri, qərb küləkləri iqlimin yaranmasında iştirak edirlər. Digər səth örtüyüdəki su səthi var, quru səthi var. Müxtəlif cür qızıllar hərəsi, yəni su səthi gec qızır, gec soyuyur, quru səthi tez qızır, su səthi gec qızır, gec də soyuyur. Quru səthi isə tez qızır, tez də soyuyur. Qar örtüyü var, meşə örtüyü olsun. Bunlar hərəsi belə deyək ki, istilik saxlama qabiliyyətinə görə fərqləndiyi üçün səth örtüyü də iqlim yaradan əsas amillərdən biri sayılır. Digər amillərə okean və dənizlərdən uzaqlıq, okean cərəyanları, isti və soyuq cərəyanlar, relyef şəraiti, mütləq hündürlük, dağ yamacının yerləşməsi, yerləşmə istiqamətləri və sair nəzərdə götürülür ki, digər amillərə aid edilir. İqlim Alisovun, Rus alimi Alisovun təsnifatına görə 13 iqlim qurşağı vardır. 13 iqlim qurşağına ayrılır. 13 iqlim qurşağının 7-si əsas, 6-sı isə keçid iqlim qurşağıdır. Əsas iqlim qurşağının özünə məxsus hava kütləsi olur. Keçid iqlim qurşağının isə özünə məxsus hava kütləsi olmur. Öz hava kütləsi olmadığı üçün fəsillər üzrə əsas hava kütlələrinin təsirinə məruz qalır. Yanvar ayı şimal yarımkürəsində necə olur? Gəlin birinci iqlim qurşaqlarını tanış olaq. Əsas iqlim qurşaqları ekvatorial, tropik şimal və cənubu nəzərə alsaq 2 dənə, mülayim şimal və cənubu nəzərə alsaq 2, arktik şimalda, antarktik də cənubda götürülür. Keçid iqlim qurşaqları isə sub sözü əlavə olunur əvvəlinə, subekvatorial, subtropik, subarktik və yaxud da subantarktik deyə qeyd edə bilərik. İyul ayında şimal yarımkürəsində necə olur? Dedik ki, əsas iqlim qurşaqları keçid iqlim qurşaqlarına təsir edir. Yəni, keçid iqlim qurşaqlarının hava kütləsi yoxdur deyə. İyul ayında günəş şimal yarımkürəsinə dolur. Günəş şimal yarımkürəsində olduğu üçün əsas iqlim qurşaqları özündən şimaldakı keçid iqlim qurşağına təsir edir. İyul ayı əsas ekvatorial hava kütlələri təsir edər subekvatoriala. Ekvatorial hava kütlələri il boyu yağıntılı olduğu üçün, isti və yağıntılı olduğu üçün subekvatorial iqlim yayda ekvatorial iqlimin xüsusiyyətlərini daşıyar, isti və rütubətli olar. Daha sonra tropik hava kütləsi də yenə əsas hava kütləsi olduğu üçün özündən şimaldakı subtropika təsir edər. Tropik hava kütlələri isti və quraq olduğu üçün belə deyək ki, subtropik də yayda, iyun ayında isti və quraq olacaq. Daha sonra mülayim hava kütləsi təsir edə iyul ayında özündən şimaldakı keçid iqlim qurşağına subarktikə təsir edər. Əsas iqlim qurşaqları dedik ki, iyul ayında özündən şimaldakına təsir edir. Çünki günəş şimal yarımkürəsində olanda, bir də günəş şimalda oldusa, şimal yarımkürəsində əsas iqlim qurşaqları da özündən şimaldakı keçid iqlim qurşağına təsir edər. Yanvar ayında da günəş cənub yarımkürəsindədir və əsas iqlim qurşaqları özündən cənubdakı keçid iqlim qurşaqlarına təsir edər. Arktik subarktikə, mülayim subtropikə və tropik isə subekvatoriala təsir edir. Dedik ki, 13 iqlim qurşağı vardır. 7-si əsas, 6-sı
keçir və iqlim qurşaqlarda bəziləri vilayətlərə bölünür, bəziləri bölünmür. Ekvatorial iqlim qurşağı vilayətə bölünmür, subekvatorial bölünmür. Tropik iki vilayəti var. Səhra və rütubətli, dənizə deyə bilərik rütubətlisinə. İki vilayətə bölünür. Subtropik 4 vilayətə bölünür. Mülayim 4 vilayətə bölünür. Subantarktika, Antarktik və Arktik isə yenə bölünmür. Arktik və Antarktik də yenə də bölünmür. Üç dənəsi vilayətə bölünür. Tropik, subtropik, mülayim. Birinci başlayaq ekvatorial iqlim qurşağının xüsusiyyətlərindən. Ekvatorial iqlim qurşağının diaqramları verilib. Bu diaqramlardan bizə məlum olur ki, ekvatorial iqlim qurşağında temperatur il boyu yüksək, demək ki, dəyişmir. Yağıntı da eyni şəkildə sabitdir. Yəni çox da fərq yoxdur. İl boyu bol yağıntı, 2000 millimetrdən çox yağıntı düşür. İl boyu da isti olur. Xüsusiyyətlər bunlardır. Yaylığı ərazilərə baxsaq, Amazon ovalığı, daha sonra Konqo çökəkliyi, Qvinea körfəzinin sahilləri götürmək olar. Sumatra, Kalimantan, Sulawesi, Moluq, Yeni Qvinea adasının şimalı, Filippinin şimalı, Malakka yarımadası, Şri-Lanka adasının cənub hissəsini götürmək olar ki, ekvatorial iqlim qurşaqlarında yerləşib. Burada ayrılıqda verilib. Yenə də burada baxsaq, tək Amazona, ekvatorial iqlimə, Amazon ovalığı, Qvinea körfəzinin sahilləri, Konqo çökməsi, Şri-Lanka adası, Sumatra, Kalimantan adası, Moluq, Sulawesi, Filippin adasının cənubu, Filippinin Mindanao adası ekvatorialdadır. Filippinin Luzon adası isə subekvatorialdadır. Yeni Qvinea adasında şimalı götürmək olar. Növbəti iqlim qurşağımız subekvatorial iqlim qurşağıdır. Subekvatorial iqlim qurşağı ekvator iqlimi əhatə edir və şimal və cənubda diaqramları fərqlənir. Bunun fərqlənməsi ondan ibarətdir ki, biz bilirik ki, temperatur bu yuxarıdırsa, bu hissəsi bu şimal yarımkəsinin diaqramıdır. Temperaturu aşağıdırsa, bu da cənub yarımkəsinin diaqramıdır. Subekvatoriala yayda ekvatorial təsir edir. Çünki yay fəslində ekvatorial təsir edir və yay fəsli yağıntılı keçir. Burada da cənub yarımkəsinin diaqramıdır. Cənub yarımkəsinin yay fəsli yanvar, noyabr ayları üçün olduğu üçün yanvar, fevral ayları cənubda yay olur və demək olar ki, yay fəsli yenə də rütubətli keçir. Yağıntılar 1000-2000 mm, bəzi yerlərdə isə 2 mm-dən də çox düşə bilər. Yaylığı ərazilərə baxsaq, şimalda Panama kanalı, Panama ölkəsində qeyd etmək olar. Orinoco ovalığı, Qvinea yaylası, Amazon ovalığının bir hissəsi şimala düşür, cənuba da düşür. Senegal ovalığı, Çad hövzəsi, Efiopiya yaylası, Somali yarımadası, Hindqang ovalığı, Dekan yaylası, Hindistan yarımadası, Şri-Lanka adasının şimalı, Hindçin yarımadası, Malakka yarımadasının şimalı, Tayvan, Filippin, Luzon adasının qeyd etmək olar ki, şimal subekvatorial iqlim qurşaqlarındadır. Burada yağıntılar iyun, iyul, avqust aylarında düşər. Cənub yarımkəsində isə, cənub yarımkəsindəki subekvatorialda yağıntılar yanvar, fevral, dekabr aylarında düşər. Burada da Braziliya yaylası, Şərqi Afrika yaylası hər ikisində düşür, şimalda və cənubda. Sonra Madagaskar adasının şimalı, kiçik zond adalarını qeyd etmək olar. Anhemit yarımadası, Cape York yarımadası, Yeni Qvinea adasının cənubunda qeyd etmək olar ki, cənub subekvatorial iqlim qurşağında yerləşir. Burada da qeyd olunub, əlavə oxumaq üçün. Tropik iqlim qurşağı. Tropik iqlim qurşağı demişdik ki, iki vilayəti var dərsin əvvəlində. Biri səhradır, biri isə rütubətli tipidir. Səhrada şimal yarımkürəsinə aid olan diaqramdır burada. Səhrada il boyu isti olur. Yayda həddən artıq isti olur. Aylıq orta temperatur 30 C-dən yuxarı olur. İsti və quraq olur, çünki yağıntı da az olur. Tropik rütubətli isə demək olar ki, yağıntılar il boyu bərabər paylanır. Temperaturda çox dəyişmir. Demək olar ki, bir sözlə ekvatorial iqlimə bənzəyir. Amma yağıntısı ekvatorial iqlimdən azdır. Sadəcə ekvatorial iqlimdə yağıntı daha çox düşür.
Bu da şimal yarımkürəsində tropik iqlim qurşağı tam zolaq əmələ gətirmir. Çünki fikir versək, bu da musson küləkləri var. Musson küləkləri imkan vermir ki, tropik iqlim qurşağı belə deyək ki, tam zolaq təşkil etsin. Yenidən burada sakit okeanada davam edir. Amma bu hissədə belə deyək ki, tam zolaq təşkil edə bilmir. Yayıldığı ərazilərə baxsaq, hansı ərazidə? Birinci başlayaq tropikin səhrasından, səhra tipindən. Tropikin səhra tipi Kaliforniya yarımadası, şimaldan başlayır. Kaliforniya yarımadası Meksika yaylasının bir hissəsinin, daha sonra Afrikada sahilində Kanar adalarını qeyd etmiyorlar. Böyük səhranı qeyd etmiyorlar. Daha sonra Liviya səhrası, Nubiya səhrası, Ərəbistan yarımadasını qeyd etmiyorlar ki, tropik səhrada yerləşir. Cənubda tropik səhrada yerləşən hissələr Atakama səhrası, belə deyək, burada soyuq Peru cərəyanının təsiri ilə burada Ant dağlarının qərb ətəklərində tropik səhra tipi yayılır. Ta ki, ekvator xəttinə kimi davam edir bu tropik səhra tipi və Galapagos adası da tropik səhra tipində yerləşir. Daha sonra soyuq Bencil cərəyanının təsiri ilə Afrikanın belə deyək ki, qərb sahilində tropik iqlim qurşağı daxilində burada Namibiya səhrası formalaşmışdır. Mərkəzi hissələrdə okeanlardan uzaqlığına görə Kalahari səhrası yaranmışdır. Avstraliyada isə soyuq Qərbi Avstraliya cərəyanının təsiri ilə Böyük Avstraliya yaylası yarım səhra iqlimi formalaşmışdır. Mərkəzdə Hibson, Sipson, şimalda Böyük Qumlu səhra, cənubda Viktoriya səhrası, Böyük Arteziyan hövzəsi də tropikin səhra tipində yerləşmişdir. Tropikin rütubətli tipinə gəlsək, şimal yarımkürəsində demək olar ki, ümumiyyətlə tropikin rütubətli tipi və yaxud da tropikin dənizə tipi deyə bilərik. Səhrasından daha geniş ərazilər tutur. Fikir versək, okeanlarda belə yer səthinin daha belə deyək ki, çox hissəsi tropik dəniz iqlimindədir. Hansı ərazilərə əhatə edir? Onlara da baxaq. Burada Yukon yaylasının yarımadasını qeyd etmiyorlar. Meksika yaylasının bir hissəsində var. Meksika şəhərinin özü də düşür bura. Sonra Mərkəzi Amerikada yerləşən adaları qeyd etmiyorlar. Burada Kuba, Yamayka, Haiti, Puerto Rico, Florida yarımadası qeyd etmiyorlar ki, burada yerləşir. Burada isti cərəyan keçir. İsti cərəyanı təsiri ilə yaranır. Və tropik rütubətli tipi Avrasiya materikində rast gəlinmir. Avrasiya materikində fikir versək rast gəlinmir. Sakit okean hissəsində Havay adasında qeyd etmiyorlar ki, Havay adasında tropik dəniz iqlimi yayılmışdır. Marian adası da tropikin dəniz tipinə düşür. Daha sonra tropikin dəniz tipi cənub yarımkürəsində isti cərəyan təsiri ilə, yəni Braziliya cərəyan təsiri ilə burada materikin şərq sahillərində, Braziliya yaylasının şərq sahillərində tropikin rütubətli tipi yayılmışdır. İsti cərəyan təsiri ilə burada tropikin yenə dəniz tipi yayılıb. Madagaskar adasının cənubu da bura aiddir. İsti cərəyan təsiri ilə Qərbi Avstraliya cərəyanı burada Avstraliyanın şərq sahillərində tropikin rütubətli tipi yayılmışdır. Fikir versək, Afrikada burada Kongo çayının mənsəbi də tropikin dəniz tipindədir. Tropik iqlim qurşağını əhatə edən ümumi ərazilər. Bir dənə təkrar edək. Yenə ümumi şəkildə, yəni tropik dəniz və səhrasının yayıldığı yerlər bayaq ayırdıq. İndi isə ümumi şəkildə sadalayaq. Havay adası, Kaliforniya yarımadası, Sonor səhrası, Meksika yaylası, Yucatan yarımadası, Antil adaları və əlbəttə ki, burada Böyük Antil, Kiçik Antildə nəzərdə götürülür. Böyük Antildə Kuba, Yamayka, Haiti, Puerto Rico kimi adalar nəzərdə götürülür. Bahama adaları, Florida yarımadası, Kanar adası və Hakkari yaylası, Tibesti yaylası, Ərəbistan yarımadası. Buradakı səhralar da götürülür. Əlbəttə ki, Böyük səhra, Nubiya, Liviya səhralarının götürülür. Ərəbistandakı səhralar da bura aiddir. Tar səhrasında isə qırılır. Demək olar ki, Tar səhrasına kimi davam edir tropik iqlim qurşağı.
bu şəkildə. Bu Şimal yarımkürəsində idi. Cənub yarımkürəsində isə Qalapaqos adası, Perunun paytaxtı Lima şəhəri, Atakama səhrasını qeyd etmək olar. Resife şəhəri, Braziliyan şəhəri, Braziliyan paytaxtı Rio de Janeiro şəhərində qeyd etmək olar ki, tropikin dəniz tipindədir. Namibiya səhrası, Kalahari səhrası, Kongo çayının mənsəbi, Madagaskar adasının cənubu, Qərbi Avstraliya ailəsi, Böyük Qumlu səhra, Sipson səhraları, Böyük Viktoriya səhrasını qeyd etmək olar. Avstraliyanın şərq sahilləri də bura aiddir. Yazılı şəkildə verilib. Subtropik iqlim qurşağı. Subtropik iqlim qurşağı da 4 vilayətə bölünür. 4 vilayəti var. 1 Araq dənizi vilayəti, 2 subtropikin kontinental tipi, 3 musson tipi, 4 isə il boyu rütubəti bərabər paylanan iqlimdir. Qeyd edək ki, birinci dərsin əvvəldə musson yalnız şimal yarımkürəsindədir. Subtropikin bərabər rütubətlisi isə yalnız cənub yarımkürəsində yayılmışdır. Şimalda rast gəlinməz. İndi isə başlayaq Aralıq dənizi iqlimindən. Araq dənizi iqlim diaqramı şimal yarımkürəsi üçün bu şəkildədir. Cənub yarımkürəsində bunun əksi olacaq. Şimal yarımkürəsində iqlim diaqramına baxsaq, fikir versək, yağıntılar əsasən qış dövründə düşür, qış fəslində düşür, yay isə quraq keçir. Temperatur, orta aylıq temperaturu heç vaxt mənfiyə düşmür. 10, 21-dəki 25 Selsi arasında dəyişir deyə bilərik. Yəni temperatur normaldır. Subtropikin Araq dənizi iqlim vilayəti həm iqliminə, həm də yağıntılarının rejiminə görə demək olar ki, istirahət turizm üçün əlverişli iqlim tiplərindən biridir. Regresiya imkanları bu iqlim tipinin böyükdür. Daha sonra yayıldığı ərazilərə baxsaq, Aralıq dənizinin yayıldığı ərazilər elə adı ilə bilinən Aralıq dənizi sahilində yerləşən ərazilər. Burada nələr qeyd edə bilərik? Piriney yarımadasını qeyd edə bilərik, Apenin yarımadasını qeyd edə bilərik, Jutlandiya, Balkan yarımadasını qeyd edə bilərik. Daha sonra Kiçik Asiya yarımadasını qeyd edə bilərik. Burada yerləşən ərazilər, adalar, adaların Siciliya, Sardiniya, Korsika, Krit, Kipr kimi adalar qeyd etmək olar ki, subtropikin Aralıq dənizində yerləşib. Burada yerləşən paytaxt şəhərlər də var. Lissabon, Madrid, Roma, Afina və s. şəhərlər də subtropikin Aralıq dənizində yerləşir. Yəni, subtropikin Aralıq dənizində yerləşən ərazilərdə yağıntı qış fəslində düşür. Şimali Amerikada subtropikin Aralıq dənizində Kaliforniya ştatını qeyd etmək olar və Kolorado yaylasında bura əlavə etmək olar. Materiklərin əsasın qərbindədir. Cənubi Amerikada Çilidə yerləşir. Çilinin demək ki, mərkəzi hissələrində yayılmışdır. Daha sonra Cənubi Afrika Respublikasında da Afrikanın cənub-şərq hissəsində, cənub-qərb hissəsində yayılmışdır. Avstraliyada da həmçinin cənub-qərb hissəsində yerləşir. Daha sonra davam edərik. Subtropikin kontinental tipi ilə. Subtropikin kontinental tipi materiklər daxili hissələrində, subtropik iqlim qurşağı daxilində materiklərin daxili hissələrində yayılmışdır. İqlim diaqramı bu cürdür. Fikir versək, subtropikin ümumiyyətcə yeganə tipidir ki, orta aylıq temperatur mənfiyə düşür. Yeganə tipidir ki, orta aylıq temperatur mənfiyə düşür. Digər diaqramlarla fikir versək, heç birində orta aylıq temperatur mənfiyə düşmür. Bir fərqi bundan ibarətdir. Bir fərqi də ondan ibarətdir ki, əlbəttə ki, kontinental iqlimdirsə, yay və qış temperaturları arasında da xeyli fərq vardır. Yağıntıları demək olar ki, qış fəslində düşür. Hansı əraziləri əhatə edir? Onlara da baxsaq. Şimali Amerikada Mississippi ovalığını deyə qeyd edə bilərik. Avrasiya materikində isə İran yaylasının bir hissəsinin, Turan ovalığının cənubun, Tarim platformasının təkləməkan səhrasında qeyd etmək olar ki, burada
yerləşir. Cənub yarımkürəsində Patagoniyanın, şimalın, e, Avstraliya, Afrikada rast gəlinməz. Avstraliyada isə nollar bor düzənliyini qeyd edə bilərik. Subtropikin mussonu əvvəldə dedim ki, yalnız şimal yarımkürəsindədir. Orta alik temperaturu sıfıra yaxınlaşsa da qış vaxtında belə mənfiyə düşmür. Mənfiyə düşmür. Orta alik temperaturu demək olar ki, il boyu müsbətdir. Qışda sıfıra yaxınlaşsa da sıfıra düşmür. Yağıntılar adından məlum olduğu kimi mussonda yağıntılar açan düşər. Yay aylarında düşər, yay fəslində düşür. Və yalnız şimal yarımkürəsində rast gəlinir. İki materikdə rast gəlinir. Şimali Amerika və Avrasiya materiklərində rast gəlinir. Qitə olaraq da iki qitədə rast gəlinir. Amerika qitəsi və Asiya qitəsini qeyd edə bilərik. Daha hansı ərazilərdə yayılıb? Şimali Amerikada baxsaq, Florida yarımadasının şimal hissələri, ABŞ-ın şərq sahillərin əhatə, ABŞ-ın belə deyək ki, Atlantik okeanı hissəsi şərq sahillərini əhatə edir. Daha sonra böyük Çin düzənliyini qeyd edə bilərik. Koreya yarımadasının cənub hissəsini qeyd edə bilərik. Yaponiyanın cənubunu qeyd edə bilərik ki, burada yerləşir. Burada bir şey də qeyd edək. Yantısız çayının mənsəbi subtropikin mussondur. Xuanxe çayının mənsəbi isə mülayim musson iqlim tipindədir. Digər subtropikin tipi olan il boyu rütubəti bərabərli paylanan iqlim, bu da bu üç materikdə rast gəlinir. Hansılardır? Cənubda yerləşən Cənubi Amerika, Afrika və Avstraliya materiklərində rast gəlinir. İl boyu rütubəti bərabər paylanan, yəni yağıntılar demək olar ki, bərabər paylanır. Yalnız Cənub yarımkürəsində rast gəlinir. Hansı əraziləri əhatə edir? Cənubi Amerikada baxsaq, La Plata ovalığının qeyd etmək olar, Parana çayının mənsəbi hissələrin və Cənubi Amerikada burada bir də ki, qırmızı qara torpaqlar bu iqlim vilayətində yayılmışdır və məhsuldar torpaqlardır. Daha sonra Çar Respublikasının cənub-şərq hissəsində, Avstraliyanın cənub-şərq hissəsi, Tasmaniya adasının şimalın və Yeni Zelandiyasının şimal adasında qeyd etmək olar ki, bu iqlim tipində yerləşir. Subtropik iqlimin yenə də yayıldığı ərazilərdə bu da ümumi şəkildə baxsaq, vilayətlərə ayırmasaq, ABŞ-ın San Fransisko şəhəri, yəni Kaliforniya ştatının mərkəzin Mojave səhrası, Sonor səhrasının subtropik kontinentala qeyd etdik, subtropikin kontinentalına. Mojave səhrasını isə belə deyək ki, Sonor səhrasını tropikə qeyd etmişdik, üzr istəyirəm. Mojave səhrasını isə subtropikə qeyd edəcəyik. Kaliforniya yaylası Mississippi ovalığını qeyd etmək olar. Pinne yarımadası, Mississippi yaylası, Apennin yaylasını qeyd etmək olar. Anadolu yaylası, Arava səhrası subtropikin Aralıq dənizində yerləşir. Yəni subtropikin Aralıq dənizində səhraya rast gəlinmir, bəli, rast gəlinir Mojave səhrasında və Arava səhrası subtropikin Aralıq dənizindədir. Qaraqum səhrası dedik ki, bu da burada yerləşir. Tibet yaylasının Böyük Çin düzənliyi, Kore yarımadasının cənubu, Kyushu, Shikoku adaları bütövlükdə, Honshu adasının isə cənubu burada yerləşir. Patagoniyanın şimalı, La Plata ovalığı, Montevideo və Buenos Aires, Argentina və Avropanın paytaxt şəhərlərdə bu iqlim vilayətində, iqlim tipi qurşağında yerləşir. Vilayət olaraq isə əlbəttə ki, bunlar subtropikin bərabər rütubətlisində idilər. Kap Əjdaha dağlarda Pet şəhəri, Nollar Borcun, Tasmaniyada şimal adası, Yeni Zelanda şimal adası da burada yerləşir. Yazı şəkildə də qeyd olunub hər vilayətlər. Və mülayim iqlimə gəlsək, mülayim iqlim qurşağı bu da 4 vilayətə bölünür. Birinci başlasaq mülayim dənizdən. Mülayim dəniz adından məlum olur ki, dəniz, yəni xoş hava var burada. Yəni temperatur gedişatına baxsaq, iqlim diaqramına baxsaq, burada temperaturun il boyu orta ayıq temperaturu müsbət görərik. Yağıntılar mülayim dəniz iqlimində demək olar ki, bərabər paylanır. Çox da fərq olmur. Yağıntılar bərabər paylanan iqlimlərdən də götürülür. Yəni bu iqlim vilayətində yerləşən çaylarda səviyyəsi il ərzində kəskin dəyişmir. Səviyyəsi sabit qalır.
Yağıntıda 1000 millimetrə qədər yağıntı düşür. Mülayim dəniz hansı ərazilərdə yayılıb? Şimal və cənub yarımkürəsində rast gəlinir. Burada qeyd var, birinci qeydə bax. Mülayim iqlim qurşağının yalnız dəniz tipidir ki, orta aylık temperaturu qış aylarında da belə mənfiyə düşmür. Bəli, bunu belə deyək ki, mülayim iqlim qurşağının əvvəlində mənfiyə düşmür. İl boyu müsbət qalır. Digər iqlim vilayətlərinə baxsaq mülayimin baxacağıq. Yəni orada görəcəyik ki, iqlim diaqramlarında mənfiyə düşür qış ayları orta aylıq temperaturu. İndi isə mülayim dəniz iqlimi yayıldığı ərazilərə baxsaq, Şimali Amerikada mülayim dənizdə Aleut adaları, Alyeska yarımadası, daha sonra burada Vancouver adası, Kanadanın belə deyək ki, Sakit Okean sahillərində rast gəlinir. Labrador yarımadası, Newfoundland adası mülayim dənizdə yerləşir. İrlandiya adası, Böyük Britaniya adasını qeyd etmək olar ki, mülayim dənizdə yerləşir. Daha sonra Skandinaviya yarımadası, Jutlandiya yarımadasını, sonra Butya yarımadasında mülayim dənizə qeyd etmək olar. Kamçatka yarımadası mülayim dənizdədir. Kamçatka. Bu şimal yarımkürəsi mülayim dənizidir. Cənub yarımkürəsində mülayim dəniz harda yayılıb? Demək olar ki, cənub yarımkürəsinin böyük bir hissəsi, düzdür, çox hissəsi demək olar ki, su səthinə düşsə də, böyük bir hissə mülayim dənizdir. Quru ərazidə harda rast gəlinir? Quru ərazidə Çilinin ölkəsində, əsasında Ant dağlarının cənub-şərq hissəsi qurtaracağında bu hissələr mülayim dənizdir və quru ərazi desək, Yeni Zelandiyanın cənub adası burada yerləşir. Bu da Falkland adasını qeyd etmək olar. Cənubi Georgiya kimi adalarda Qolf adasını qeyd etmək olar ki, burada yerləşir. Bu iqlim tipində yerləşir. Mülayim kontinentala gəlsək, mülayim kontinentalda bu mülayim kontinentaldır. İqlim diaqramı bu şəkildədir. Fikir versək, orta aylıq temperatur mənfiyə düşsə də, çox da mənfiyə düşmür. 10-20 arasında dəyişir. Yağıntılar demək olar ki, ilin ən çox hissəsi yay fəslinə düşür və 600 mm kimi və 600 mm-dən çox da yağıntı yağan yerləri var. İqlim diaqramı bu cürdür. Bu Moskva şəhəri üçün tərtib olunub. Hansı əraziləri əhatə edər? Şimali Amerikada Kanadanın Kordilyer dağları olan hissəsi, Avrasiya materikində isə Skandinaviya yarımadasının bir hissəsi, Kola yarımadasının bir hissəsini qeyd etmək olar. Baltik dənizi sahilləri burada qeyd etmək olar. Almaniya Polşa bağının bir hissəsini qeyd etmək olar. Bir hissəsi əlbəttə ki, mülayim dənizdədir. Bir geridə qalan hissəsi də mülayim kontinentaldadır. Şərqi Afrika, Şərqi Avropa düzənliyini qeyd etmək olar ki, burada yerləşir. Cənub yarımkürəsində mülayim kontinental bir materikdə rast gəlinir. O da demək olar ki, Cənubi Amerikanın Patagoniya yaylasını əhatə edir. Fikir versək, 3 materikdə adın çəkdi Şimal Amerika, Avrasiya və Cənubi Amerikada rast gəlinir 3 materikdə. Mülayim kontinentaldan sonra kəskin kontinental gələr. Adından məlum olduğu kimi kəskin kontinental. Kəskin kontinentalın iqlim diaqramı budur. Burada biz görək ki, kəskin kontinentallıq var burada. Bəli, qışda temperatur həddindən artıq mənfiyə düşür, yayda isə isti keçir. Yağıntı az da olsa yay fəslində düşür. Hansı əraziləri əhatə edər? Ona baxsaq. Qərbi Sibir ovalığının Orta Sibir yaylasını qeyd etmək olar. Xəzər dənizi şimali hissələri, Aral gölün, Balxaş gölün, Baykal gölün bura aid etmək olar sahilləri ki, bu iqlim vilayətində yerləşir.
Cənub yarımkürəsində rast gəlinməz. Şimali Amerikada da e, demək, böyük göllər ətrafın demək olar ki, bu iqlim vilayətində yerləşir. Turan ovalığının, Qaraqum səhrasının biz subtropikin kontinentalında demişdik. Turan ovalığında yerləşən Qızılqum səhrası isə mülayimin kəskin kontinentalında yerləşir. Mülayim mussona gəlsək, mülayim musson bir materikdə rast gəlinir. Bir materikdə. Yalnız Avrasiya materikində rast gəlinir. Avrasiya materikinin Sakit Okean sahillərində rast gəlinir. Yağıntılar adından məlum olur ki, mussonsa 1000 mm kimi yağıntı yağar. Subtropik mussonla bunun fərqi ondan ibarətdir ki, əsas fərqi ondan ibarətdir ki, düzdür, yağıntı fərqi olsa da çox olmur, amma əsas fərqi temperaturdandır ki, subtropik mussonun temperatur diaqramına fikir versək, orada temperatur mənfiyə düşmür, amma burada isə ortalıq temperatur mənfiyə düşür. Hansı ərazilər burada yerləşir? Saxalin, Hokkaydo kimi adaları qeyd etmək olar ki, bu da yerləşir Koreya yarımadasının şimal hissəsində. Bura əlavə etmək olar Oxot dənizi sahillərində, Yapon dənizi sahillərində bu iqlim tipinin ərazisinə rast gəlinir. Mülayim musson. Yağıntılar da yayda düşər dedik. Növbəti, burada da yenə qeyd olunub, ümumi şəkildə baxmaq üçün və baxmayaq, çünki biz qeyd etmişik. Subarktik və yaxud da subantarktik iqlim diaqramları baxaq. Birinci, subarktika baxsaq, bunlar eyni şeydir. Sadəcə cənubdakı Arktika deyilir, cənubdakına Antarktika deyilir, şimaldakına Arktika deyilir. Fərqi ondan ibarətdir ki, şimalda cənubdakı iqlimə nəzərən iqlim bir balaca ona nəzərən, cənubdakına nəzərən xoş keçir. Amma əlbəttə ki, buna da xoş keçmək demək olmaz. Yenə də burada sərtlik var. Subarktika iqlim hansı ərazilərdə yerləşir? Gəlin birinci iqlim diaqramı nəzər edək. Yağıntılar əsasən yayda düşər, çünki yayda bura mülayim hava kütləsi təsir edir. Mülayim hava kütləsi təsir etdiyi üçün yağıntı yayda düşər. Qışda Arktika hava kütlələri təsir edir. Qış sərt şaxtalı, yağıntısız keçir. Yağıntı, bu subarktikada yağıntı mülayimin kəskin kontinentalından çox düşür. Onu da nəzər edək. Cənubda fikir versək, cənub iqlim diaqramında bu şəkildə. Cənubda şimaldakı Arktika iqlimindən biraz yağıntı az düşər və temperatur daha çox mənfiyə düşər. Yağıntı da yenə ən çox yay fəslində düşər. Cənubun yayı demişdik ki, yanvar, fevral aylarıdır. Yayıldığı ərazilərə baxsaq, hansı ərazilərdə yayılıb? Hansı ərazidə yayılır? Böyük ayı, böyük kölə göllərini qeyd etmək olar. Hudzun körfəzinin şimal sahillərini qeyd etmək olar. Baffin adasının cənub hissələrini qeyd etmək olar. Labrador yarımadasının şimalını qeyd etmək olar. Qrenlandiya adasının bir rast gəlinir deyə bilərik. İslandiya adası tamamilə bu iqlim vilayətində yerləşir. Yeni Torpaq adasının cənub hissəsini qeyd edə bilərik. Skandinaviya və Kola yarımadanın şimal hissələrini qeyd etmək olar. Taymerqadan Yamal yarımadanın şimalının Skot yarımadasında rast gəlinir deyə bilərik. Subantarktika isə Antarktika materikində rast gəlinir. Antarktika yarımadasını qeyd edə bilərik. Antarktika yarımadası bayaq yaddan çıxdı. Antarktika yarımadası 3 iqlim qurşağında yerləşir. Mülayim dəniz və daha sonra subantarktika və Antarktika iqlim qurşaqlarında yerləşir. 3 iqlim qurşağında yerləşir. Qrenlandiya adası da 3 iqlim qurşağında yerləşir. Mülayim, daha sonra subarktik və arktik iqlim qurşaqlarında yerləşir. Antarktika və Arktika və Antarktika iqlim qurşaqlarına gəlsək, burada demək olar ki, il boyu yüksək təzyiqdir. İl boyu yüksək təzyiq olduğu üçün yağıntı az düşər. Günəşin düşmə bucağı da azdır və bunun səbəbdən də demək olar ki,
Yağıntı da e, yağıntısı da az düşür. Əlbəttə ki, il boyu mənfi demək olar ki, hava soyuq, şaxtalı keçir. Cənub yarımkürəsində demək olar ki, il boyu orta alik temperatur mənfi olur. Cənub yarımkürəsinin iqlim diaqramı budur. Orta alik temperaturu hər bir ay üçün mənfidir. Şimal yarımkürəsində yalnız yay fəslində bir balaca temperatur qısa müddətdə olsa, az bir müddətdə orta alik temperaturun müsbət olur. Yayıldığı ərazilərə gəlsək, yayıldığı ərazilərə şimalda Arktika iqlimində Viktoria, Banks adaların, Devon, Elsimir adaların qeyd etmək olar. Baffin adasının şimalın, Qrenland adası böyük bir hissəsinin, Spitsbergen adasının, Fransa Yunus torpağının, Yeni Torpaq adasının şimal hissəsinin, Taymır qıdan yarımadalar bayaq cənubun subarktika vermişdik. İndi isə şimal hissələrdə Arktik iqlim qurşağında yerləşir. Antarktika yarımadası 3 dedik ki, dilində yayılır. Antarktika materikdə yenə də Antarktika iqlim qurşağında yerləşir. Dərsimiz bura qədər. Bu da nəzər edə bilərik. Gəlin baxaq. Bu da əsasən yağıntıların çox yağdığı yerlər tünd rənglərlə verilir. Məsələn, Afrikada nəzər eləsək, Afrika materikinə yağıntılar ən çox görür ki, ekvatorial ərazilərə, daha sonra subekvatorial ərazilərə, daha sonra tropik iqlim qurşağının rütubətli tipi olan ərazilərdə yağıntı bol düşür. Yağıntı az düşən yerlər ən çox böyük səhra olan yerdir. Daha sonra digər səhra və belə deyək ki, burada belə deyək sahil zonası var. Yağıntılar ən az ora düşər. Nubiya səhrası falan getmək olar. Cənubi Amerikada yenə də görürük ki, mərkəzi hissədə yağıntı daha çox düşür. Və burada mülayim dəniz iqlim olan hissədə yağıntı çox düşür. Çilinin mərkəzi hissələrində. Bu xəttini də incələmək lazımdır. Əlbəttə ki, iqlim qurşaqlarının xüsusiyyətinə görə də yağıntılar yayılır. Hardan soyuq cəryan keçirsə, orada yağıntı az, hardan isti cəryan keçirsə, yağıntı orada çox düşür. İqlim qurşağından asılı olaraq da millimetri dəyişir. İqlim qurşaqlarının əlbəttə ki, hamısının relyefi özü də uyğunlaşdırmaq lazımdır. Bu dərsdə çalışdığım qədər xəritə sxem üzərində yazmışam. Əlbəttə ki, bunu daha da geniş əlavə ölkələr üzrə də baxmaq olar və hökmən də lazımdır. Diqqətiniz üçün təşəkkürlər.